Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə Əhməd Cavad haqqında, onun yaradıcılığı və əsərləri haqqında danışacağam. Bildiyimiz kimi Əhməd Cavad 1892-1937-ci illərdə yaşayıb. 92-ci ildə Şəmkirdə anadan olub, tanınmış atası ruhani olub, amma atasını tez itirib. İlk təhsili Əhməd Cavadın da Mollaxanada olub. 1906-1912-ci illərdə Gəncə Müsəlman Ruhani Seminariyasında oxuyub. Burada ərəb, fars, rus dillərini öyrənib. 1913-cü ildə pedaqoji fəaliyyətə başlamışdır. Birinci Dünya Müharibəsi dövründə Xeyriyyə Cəmiyyətinin nümayəndəsi kimi müxtəlif döyüş bölgələrində olub. Müharibə dövründə zərər çəkmiş, ehtiyat içində olan insanlara yardım olunmasına təşkil edilmiş və bu barədə mətbuatda onlarla məqalə yazmışdır. 1912-ci ildə Qafqaz Könüllüləri tərkibində İstanbula gedib. 1916-cı ildə Qoşma adlı kitabını çap olunub. Cümhuriyyət dövründə onun Cümhuriyyətin nəğməkarı şairi adlandırıblar. 1919-cu ildə Dalğa ikinci kitabı Dalğa. 1920-ci il oktyabrında 22-ci ilin yayına kimi Qusarın Xulub kəndində müəllimlik edib. 22-26-cı ildə təhsilə qayıdır və pedaqoji institutda ali təhsil alır. Təhsil aldığı müddətdə müxtəlif sahələrdə çalışır. Texnikumda müəllim, jurnalda məsul katib və s. 1930-35-ci ildə Kənd Təsərrüfatı İnstitutunda çalışır. 34-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur. 35-ci ildə Azərnəşrin bədii şöbəsində redaktor işləyir. Eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğul olur. 1920-ci ildən bir neçə dəfə müxtəlif bəhanələrlə həbs olunub. 37-ci ilin iyun ayında yenidən həbs olunur. Kiçik rütbəli rus və erməni zabitlər tərəfindən müxtəlif işgəncələrə məruz qalır və oktyabr ayında xalq düşməni kimi öldürülür. Həyat yoldaşı isə Şükriyə xanım sürgün olunur. Hal-hazırda məşhur olan Şükriyə Taleyin musiqisi ona həsr olunub. Ondan sonra bu ilə bağlı tamaşa da var Akademik Milli Dram Teatrında. Kiçik yaşlı övladlarını bir-birinə ayrı müxtəlif uşaq evlərinə verirlər. Ona sahib çıxan Türkiyə olur, əsərlərini çap elətdirir, yaradıcılığına bağlı tədqiqat aparılır. Çırpınırdı Qaradəniz milli marşı kimi bu gün də səslənilir. İlk şeirlərini Gəncədə oxuyarkən yazmış və bu illərdən də mətbuatda çıxış edib. Bu dövrdə yazdığı şeirlər mədrəsə şeirləri adı ilə tanınır. Qoşma kitabına toplanan şeirlər mövzuca fərqli olsa da ictimai motiv güclüdür. Onlarda Əhməd Cavad kədərdir güclüdür. Quşlara şeirində vətənin məzarlıq aləminə dönməsinə etiraz var. Həmçinin onun Sev Qafqazlısan, Sev Qafqazlı şeirində vətən yolunda fədakar olmağa çağırış var. Dilimiz şeirində dilimizin saflığı qorunub. Ey Axund şeirində xalqı qəflətdə saxlayan yalançı axundların tənqidi əks olunub. Onun həmçinin Dalğa kitabında Cümhuriyyət dövründə yazdığı şeirlərin əksəriyyəti görülür. Məsələn, həmin şeirlər Azərbaycan bayrağından şeiri, Al bayraq, Can Azərbaycan qardaşdır. Bu şeirlər dildən dilə düşərək qısa zamanda bütün ölkədə yayılır. Dövlət himnimizin mətnini də Əhməd Cavad yazmışdır. Azərbaycanı tərənnüm edən şair torpağına can demişəm, suyuna mərcan demişəm, canımı qurban demişəm, gəlib qızıl vaxtın sənin, açılıbdır vaxtın sənin. O silsiləyə daxildir. Vətənin gözəlliklərini həsr etdiyi şeirlər üçün dilin aydınlığı, canlı danışıq dili ilə səsləşməsi, səmimi hisslərin ustalıqla ifadəsi üçün səciyyəvidir. Mən hey göyə baxdım, göy mənə baxdı. Yollara baxmaqdan gözlərim axdı. Şimşək oldu, amma bir kərə çaxdı. Baxdı qurbanına, qurban olduğum. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu yaradıcılığına təsir edir. Bu illər ərzində onun könül rübabı kədərə bürünür. Nüskilli şeirlər yazmağa başlayır. Nə yazım? Unudulmuş sevda olsun qoy. Tərcümə etdiyi əsərlər Şekspirin Otellosu, ondan sonra Puşkinin Kapitan qızı, Tunc adlı, François Rabelais-in Qargantua və Pantagruel əsərləri olub. Sovet dövründə tərənnüm etdiyi əsərlər Pambıq dastanı və Kür, lakin bu şeirlər də tənqid olunmuşdur. İndi onun ən əsas əsərlərindən biri Səsli Qız poemasıdır. Gəlin bunun ardıcıllığına diqqətlə baxaq. Özünün lirik formasını, yəni nəzmli olan formasını da, daha doğrusu nəzmli olan formasında mütləq oxuyun. Amma bu təhlilini onu oxuduqdan sonra bir dəfə bunun təhlilini ardıcıl baxandan sonra sizə bütün mənzərə tam aydın olacaq. Dil tarix kitablarında oxuduğum qan içən bir hökmdar bir ölkəni amansız tarmar edib. Qan içən bir hökmdar ölkəni amansız tarmar edib. 6 ay mühasirədə saxlandıqdan sonra qəfil basqın edib, demək 6 ay mühasirədə saxlayıb, yüz minlərlə ox atılıb, çoxları yerə sərilib, əllərində qılınc olanların əlləri doğranıb, ölkə igidlərinin son səsləri kökslərində boğulub, özləri doğranıb, yerlərə qalxanlar qılınclar yığılmışdı, bir tərəfdə bədənsiz baş,
Bir tərəfdə qanlı bədənlər vardı. Yüz minlərlə qız gəlinlər çöllərə səpələnib. Cənnətə bənzər ölkə artıq məzarlığa dönüb. Nəyə bənzəyib ölkə? Cənnətə və nəyə olub? Məzarlığa. Ölkədə işlənməmiş cinayət qalmayıb. Padşah ordusu ilə insanlığı əzib. Artıq ölkədə haqsızlıq qanun olub. Fələk bu ölkənin payını zəhərə döndərmişdi. Gülmək onsuz da yox idi. Gülmək onsuz da yox idi. Ağlamaq da nə olmuşdu? Qadağan olunmuşdu. Qafiyə sistemi əsasən cüt misralar arasında olub, fərqli olanlarda çox olub. İkincisi, ertəsi gün qaldırımlar yuyulur, diyarı, yəni adamlar şallaqla güldürürlər, məcbur güldürümlər var. Divarlardan qan ləkələri yuyulur, vay səsləri susturularaq toy səsləri əmr verilir. Bu Bəxtiyar Vahabzadənin Şəhidlər Peyğəmbərinə eynilik təşkil edir. Kimsənin dərdini danışma haqqı yoxdur, hamı bəzənib çıxmalı idi. Hıçqırıq səsi qəhqəhəyə çevrilib, qəlbi qırıq adamlar çiçək səpməyə vadar olunub, qaniçən hökmdar üçün istiqbal hazırlanır və əmr olunur edilir. Ölsən də qalsan da qarşıya gülər üzlə çıxmalısan. O gün günəş də bəxtəvər üzü ilə çıxır. Bütün şəhər təmizlənir, pasdan əsər qalmır. Dünənki matəm yaddan çıxdı. Qalib Şahın gəlişi qanuni bayram olur. Dərdli ürəklərə bayram sevinci dolur. İnsan çox qəribədir. Canını al, axan qanını iç, ürəyini əz, çırpıntısı ilə əylən, beyninin ağasını beyninin bağasını yerlərdə sürüklə, bir yırtıcı cəllad olub onu doğra, kəs parçala. Əgər qadındırsa, tut fəryadını boğ ki, sevdiyinin adını yadından çıxartsın. Əgər qızdırsa, ata bağla, sürü, gün qızmandır ləhlət. Əgər gəlindirsə, əsrlər bazarında hərraca qoy. Sonra çəkilib uzaqda məğrurcasına əməllərinə bax. Görəcəksən ki, sənin qanlı əlində belə qüvvət olduğu üçün adamlar səni bağışlayıb dadsız-dadsız gülməyə hazırdır. Baş keşiş hazırlanır. Məscid həyətində də iş canlanır. Şişman Xoca 3 saatdan çox danışır və mömin müsəlmanlar beyətə hazır edir. Keşiş xaçı ilə, Xoca təsbehi ilə pişvaza çıxır. Xaçla təsbeh yan-yana istiqbala çıxırlar. Tacirbaşı da şeyxlə birgə addımlayır. İnsan əlindən iynə atsan yerə düşməsən adam çoxdur. Uşaqlar divarlara dırmaşıb baxır. Dam üstünə çıxıb baxan qızların dodaqları solğun. Gəlinlərin yanaqları isə islaqdır. Hüzn solur, yerini maraq tuturdu. Məğlub şah da adamlar arasında idi və məğlub şah da orada olub. O əvvəllər bir ölkənin pənahı sayılsaydı, indi boynundan sanki bir ağır daş asılmışdı. Əvvəllər Allahlıq iddiası edən şah indi son cəlalı asi kəsilib. Bu arada müəllifin sözü var, deyir ki, gir yerə, ey hökmdar, sənin boş başında gör bu məmləkət nələr çəkdi, dirik izzət deyirlər buna. Hər yandan bayraqlar asılır, borular çalınır. Fələk hələ belə bir xabur görməyib. Tozdan göy dumanlanır, torpaq şahə qalxırsan ki, toz canlanır. Elə bir boz bir əjdaha büzülmüş məğlub şaha salam gəlirdi. Məğlub şahın rəngi qaçdı, insan dənizi coşdu. Bir də bütün başlar yola çevrildi. Qıyıldı, qaşlar çatıldı, qıyıldı, gözlər qıyıldı, qaşlar çatıldı. Qalanın bürcündən toplar atılır. İkinci hissədə göz yaşını qatillər boğmurmuş. Uğursuz xaqan, yəni qalib şah gəldi və xalqın başı əyildi. O qan daman gözləri ilə məğlub şaha baxıb, onun sözləri ilə əylənir, yəni onu məsxərəyə qoyur. Başlar səcdədən qalxdı. Və hesab başlandı. Adamlar şahın corabından, ayağından, samur dərisindən, kürkündən, ətəyindən, atın üzəngisinə öpməyə başladılar. Təsbehlə xaç öz ayələrini icra elədi. Ağsaqqallı bir qoca uğursuz hökmdar, yəni qalib şahın vəziri, məğlub şaha xaqanın buyruğunu yetirdi. Malın, mülkün bizimdir, amma canın amandadır. Səni öldürmürük. Sən xaqana qarşı çıxdın, amma bacarmadın. Biz vuruşaraq qazandıq. Ona görə taxtın və tacın bizimdir. Hər tərəfdən yaşasın səsləri qalxır. Lələkli baş komandan hərəkət əmri verir və beləliklə əski parça məğlub şah bir sıtma ilə silinir. Xalq, ölkə çox ucuza satılır. Yoxsullar yas içində boğularkən qalib şah bağlardakı sarayda belə deyək də eyşə dalır, kef məclisi qurur. Mərmər sütunlu bəzənmiş qəsr dünəndən məğlub şah tərəfindən bəzənib, mən kim tərəfindən bəzənib? Məğlub şah tərəfindən. Xaqan deyib, indi kef etməmək günah olar. Sadiq vəzirinin saqqalı gərək şəraba bulaşsın. Xaqana kəsmə telli bir qızı göstərib deyirlər ki, bu Saradır, ölkəmizin ulduzudur. Şahın sərvaş bağışları Saranın gözlərindən nə anlar ki, Saranı görənlər yanıqlı ah çəkdilər. Şahsa heç nə anlamadı və oxusun əmri verdi. Sara oxudu. Onun səsində ölkədə qaynayan kin coşur.
ölkədə axan haqsız qan Saranın dodağında canlanıb mahnı olmuşdu. Saranın oxuduğu mahnı Bağlar adlı şeirdir. Şeirin qafiyə quruluşu A, B, C, 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 B, D, D, B şəklindədir. Sara mahnısını oxuyub bitirən kimi Xaqan bağıraraq mən Saranın əlindən bir qədəh meh alıb içmək istəyirəm. Bu meh söhbəti də biz bilirik ki, Qazan xanımda da var, Burla xatundan istəyirlər. Amma Burla xatun tapa bilmirlər də kim olduğunu. Saranın nişanlısını bir oxla öldürmüşdülər. O anda Sara düşündü. Gəl onun qanlısından intiqam al. Sara nişanlısı Arqunu ölüm ayağında gülərkən şəhərlər ölüm anında gülərlər. Görməmişdi. İndi isə onun cəlladını ölüm anında görmək istədi. O Arquna müraciətlə öz-özünə deyir. Arqun, köməyimə gəl. Öz yurdumu həqarətdən, zülmdən qurtarım. Sara bu düşüncə ilə cəld tərpənib, rəqqasələr rəqs üçün qalxınca gizcə şahın qədəhinə zəhər tökür, ürəyinin çırpıntısına qədəhdəki mey də titrəyir. Həyəcan və qorxudan dodaqları yarılmışdı. Titrəyərək şaha yanaşır. Onun əlindən öpərək buyursun padşah dedi. Sonra da sən çoxdan bu zəhri içməliydin. Şahmarı öldürməyərək şah buraxmaq günah, sağ buraxmaq günah olar deyir. Şahı ölmüş görən kimi bütün məclis qarışır, rəqqasələr qaçışırlar, xalq ayağa qalxır, üsyan edir, düşmən tarmar olur. Burada müəllif səsli qıza deyir, səsli qıza deyir. Həmin ölkə dustaqdan azad oldu. Sara adı isə xalq üçün ən sevimli bir ada çevrildi. Bu hissə müəllifin səsli qıza dedikləridir. Yəni müəllif deyir, azadlıq eşidən kimi belə gülümsəmə. Əslində Saranın məmləkəti köhnə mənada azad olur. Çünki orada hər şey qan içən kraldan asılıdır. O ölkədə yoxsullar özgəyə can verir. Hürriyyətin barını toxlar dərir. Sən istibdadın adını eşitmisən. Mənsə onun dadını görmüşəm. Baxsan alnımda onun izini görərsən. Sən bir gün düşən dağlara bax. Mən illərlə bu dağlardan uzaq düşdüm. O qanlı günlər və bugünkü günlər. Sən yaxşı vaxtda dünyaya gəlmirsən. Bugün bu yurtda nə qul, nə də ağa var. Sən sərbəst göylərin sərbəst ulduzu, qayğısız ölkənin qayğı bilməyən qızısan. Alnındakı tellər də sərbəstdir, ellər də sərbəstdir. Elə isə coş, oxu, qoy səsin dağlara düşsün. Sən kimdən çəkinirsən ki? Qız hara, susmaq hara, oxu. Deməli, biz burada nəzmlə poema janrında yazıldığını görürük. Müəllif təhkiyəsi var, burada 2 hissəlidir. Hər hissə fəsillərə bölünür. Əsərdə vətənə məhəbbət, azad müstəqil yaşamaq, azadlığın ölkə və vətəndaş üçün hər şeydə vacib olması, işğalçıların nifrət məsələləri toxunulur. Burada milli azadlığa böyük önəm var. Epik əl təsvirlərə geniş yer verilib. Çoxunun iç dünyası cəmi bir neçə misra ilə ifadə olunub. Əsas qəhrəman Saradır. Əsərin əvvəlində şair səsli qız adlandırdığı bir qızdan bəhs edir. Bu qız gözəl səsi ilə şairi heyran edib. Sənin səsin gözəl qız, səslərindən gözəli, eşitmədim belə səs dünyaları gəzəli. Qızın səsinin şairə belə bir təsir eləməsi var. Təsadüfi deyil, belə gözəl səsin insanların zülmündən, ölümdən xilas edə biləcəyindən xəbərdar imiş. Şair kitablarda Sara haqqında oxuduğu əhvalatı səsli qıza danışır. Sara vətənini dərin məhəbbətlə sevir. Xalqın azadlığı uğrunda canını fəda etməyə hazır cəsarətli qızdır. Yaltaq həmyerli onu keyf məclisinə gətirir və qalib hökmdara ölkəmizin ulduzu deyə təqdim edirlər. Ölkədə baş verən qırğından nişanlısının ölümündən sarsılan Saranı rəqs eləməyə, oxumağa məcbur edirlər. Saranın səsində ölkədə qaynayan kin, oxuduğu mahnının sözlərinə yurda dərin məhəbbət hissi olunur. Sara qan içən hökmdarı zəhərləyərək öldürür. Bu isə ölkədə üsyanın başlanmasına, işğaldan azad olunmasına səbəb olur. Qalib hökmdar əsərdə az görünür, əməlləri onun haqqında təsəvvürü yaradır. İşğal etdiyi ölkənin əhalisini qılıncdan keçirir. İşğalın səhərisi gün yas içində o əhalini bayram etməyə məcbur edir. Əsərdə biz digər obrazlar məğlub hökmdar, din xadimləri, varlı adamlar var. Poema diqqəti cəlb edir, bitkin kompozisiya, maraqlı sujet xətti, orijinal məcazlardan istifadə. Proloq şairin səsli qıza müraciətlə yazdığı ilk sətirlər. Əsərdə obrazlığı təmin edən vasitələr, məcazların rolu çoxdur. Qızın qeyri-adi səsi, billur kimi səs, ölkənin ağır vəziyyəti, qanlı mühasirə, hıçqırıqlı diyardır. İdeası vətənin müdafiəsi, vətəndaş üçün şərəf işidir. Ölkənin müstəqilliyini, xalqın azadlığını heç nə əvəz etmək olmaz. İnsanın əzilməsi, qəddarlıq məhvədə yol verilməzdir. Burada dərin ictimai siyasi bir məzmun var. Bu ildə baş verənlər, yəni hiddət, ürək ağrısı ilə qəzəb hissi yaradır və şair təəssüf hissi ilə bunu qələmə alıb.
Və bir də onun Azərbaycan bayrağına şeiri var. Bu deməli nəzmdən yazılıb, lirikdir, tərənnümdür, bəndlər şəkli dördlükdür, heca vəznindədir, ABCB, DDB, QQB, ÇÇB şəklindədir. Mövzusu bayraqdır, ideyası Azərbaycan üçrəy tərənnümüdür. Bayrağın sözü burada rədifdir. Obyekt olaraq bayraq götürülüb. Müəllifin ikinci kitabı olan Dalğa kitabına daxildir. Lirik qəhrəman müəllifdir. Onun vətənə olan sevgisi var, sonsuz sevgisi var. Burada bayraq və onun təsviri ön plana çəkilir. Müəllifin türkçülük və turançılıq ideal şeirdə əks olunub. Şeir həm də bayrağın rəngləri mənası açılır və bunun səbəbi 1919-cu il aprel ayının 10-da Bakıda parlament binası üzərində üç rəngli bayrağın dalğalanması olmuşdur. Deməli deyir ki, Türkistan elindən əsən yellər alnını öpərək öz dərdini sənə söyləyir. Sənin üç rəngli əksini Xəzər dənizindən yara hədiyyə kimi yollasın, ərmağan hədiyyə. Deyir, Turana gedərkən sən qarşıma deyir çıxmısan. Sənin kölgən sanki deyir dövlət quşudur. Başıma qonur. İcazə ver gözümdə, izin ver gözümdə, yəni gözümdə sevincdən coşan yaşım dərdini aha dinlətsin. Qayıxanın soyundan, yəni Oğuzların qayı boyunun əcdadı hesab olunur. Aldığın rəngi Elxanla, Elxan da kimdir? Elxanlar hökmdarının titulu olub. Yəni nə olub? Müsəlman bəyi qucaqlayıb, yəni Qayıxan soyundan Oğuzların qayı boyunun əcdadı hesab aldığın rəngi Elxanla müsəlman bəyi qucaqlayıb. Elxanın övladı dinin dirəyidir. Sən könlümə deyir, səfa gətirmisən, bayrağım. Yəni xitabı biz görürük burada. Demək olar fikir versək əvvəldən də bədii xitab birincidə də var, ikincidə də var, üçüncüdə də var. Sonra deyir ki, köksümdə tufanlarla irəli gəldim ki, sənin kölgən düşən o mübarək yeri deyir öpüm. Allahın ulduzu, o gözəl pəri sənin qoynunda deyir nəyə sığınıb, aya sığınıb. Bu da Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin təhlili. Sağ olun, salamat qalın.